Noyabrın 4-də bütün ermənilərin katolikosu 2-ci Qareginin taxta çıxmasının 26-cı il dönümü qeyd olunur. 2-ci Qaregin erməni kilsəsinin 132-ci patriarxıdır. Bu 4-cü əsrin əvvəllərində müqəddəs maarifçi Qriqoridən başlayan və dövlətçiliyin dəfələrlə itirilməsinə, müharibələrə və patriarx taxtının tez-tez köçürülməsinə baxmayaraq 17 və 4də 1 əsr davam edən uzun bir silsilədir. Bu uzun siyahıda təkcə kilsə üçün deyil, həm də xalq üçün milli həyatın və xarici düşmənə qarşı müqavimətin memarları olan patriarxlar olub. Müqəddəs maarifçi Qriqori kilsənin təşkilatı və kanonik möhkəm əsaslarını qoydu. Böyük müqəddəs Nerses ilk hərtərəfli sosial müəssisələri, Nersesian strukturlarını, xəstəxanalar, yetimxanalar, yoxsullar üçün sığınacaqlar qurdu. Müqəddəs Saaq Partiv isə erməni əlifbasının yaradılmasının əsas hamisi və erməni kimliyinin qorunmasında əsas rol oynayanlardan biri oldu. Əsrlər sonra onların işini bütün ermənilərə kilsə intizamını gücləndirməyə çağıran ümumi bir kondakla, məktubla müraciət edən müqəddəs Nerses Şnorali davam etdirdi. Hovannes Odznetsi erməni kilsəsinin ritual və dogmatik qaydalarını sistemləşdirdi və təsbit etdi. Nerses Aştaraketsi Geborg seminariyasının yenidən açılmasına kömək etdi və milli azadlıq hadimi kimi tanınır. Xrimyan Hayrik xüsusilə Sultan Türkiyəsinin təqiblərinə qarşı mübarizədə Eçmiadzinin nüfuzunu gücləndirdi. Georg Surenyans May qəhrəmanlıq döyüşlərinə mənəvi dəstək göstərilməsində və yeni yaradılmış Sovet Ermənistanında kilsənin mövcudluğunun qorunub saxlanmasında böyük rol oynadı. Katolikos qalığı ilkin olaraq Vagar-Şapatda qurulmuşdur. Bundan sonra siyasi mərkəzlərin yer dəyişməsi səbəbindən Divinə, sonra Arginaya, Bagratonlar dövründə isə Aniya köçürüldü. Kilikiya erməni dövlətinin möhkəmlənməsi ilə katolikosluq bir sıra şəhərlərdən keçərək oraya köçürüldü və paytaxt Sis başda olmaqla orada quruldu. 1441-ci ildə Böyük Milli Kilsə Məclisinin qərarı ilə taxt öz ilkin və daimi yerində müqəddəs Eçmiadzin ana taxtında yenidən bərqərar oldu. Ամենայն հայոց կաթոլիկոսը դրվի 263 քվեով Կարեքին arkiyepiskopos Bütün ermənilərin katolikosu yüksək rütbəli ruhanilərdən və yeparxiyalar tərəfindən seçilmiş dünyəvi və ruhani nümayəndələrdən ibarət olan Milli Kilsə Məclisi tərəfindən ömürlük seçilir. Yeparxiya nümayəndələri yeparxiya nümayəndə heyəti tərəfindən hər 25 min nəfərə bir nəfər hesabı ilə seçilir. Əhalisi bu saydan az olan yeparxiyalar üçün müəyyən edilmiş minimum say 10 min nəfərdir. Seçki 3 mərhələli səsvermə ilə həyata keçirilir. Birinci mərhələdə 3 əsas namizəd, ikincidə 2 namizəd, son mərhələdə isə onlardan biri katolikos seçilir. Taxta qalma müddəti çox vaxtı tarixi dövrlərin stabiliyini əks etdirir. Saaq Partiv yarım əsrdən çox, 1-ci Vazgen 39 il, ən uzun müddət isə 3-cü Qriqori 53 il taxta qaldığı halda 1193-94-cü illərdə 5-ci Qriqori Karaverşkili katolikosların cəmi 1 il hökmranlıq etdiyi dövrlərdə olub. Bəs kilsənin daxili hiyerarxiyası necə qurulub? Onun 3 əsas dərəcəsi var. Ən yüksəyi başında katolikosun dayandığı yeparxiyalıq dərəcəsidir, üçüncüsü isə diakonluq dərəcəsidir. Əgər ruhani subaylıq əndi içərsə, o abega, subay keşiş olur, sonra vardapet, ali vardapet, yepiskop, arxiyepiskop, patriarx olur. Subaylıq əndi içməyənlərsə evli kahinlər olurlar. Cəmiyyətimizin əhəmiyyətli bir hissəsi kilsənin daxili həyat qaydalarından, bəziləri hiyerarxiyadan, bəziləri isə konstitusiya ilə dövlət-kilsə münasibətlərin tənzimlənməsindən xəbərsizdir. Lakin məhz bu detallar və hallar bugün ictimai müzakirələrin və ziddiyyətli qiymətləndirmələrin mərkəzində yer alıb. Cəmiyyətin təsəvvüründə kilsənin rolu və onun liderinin nüfuzu müxtəlif cür əks olunur.